Hər kəsə salam. Bugünkü qonağım Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunu, Ravabi Valiance Offshore şirkətində kapitan vəzifəsini icra edən Fəqan Pənahovdur. Xoş gəlmisiniz Fəqan bəy. Salam, çox sağ olun. Dəvətiniz üçün çox sağ olun. Dənizçilər ayrıca diqqətiniz üçün də çox sağ olun. İlk özünüzü təqdim edə bilərsiniz? Mən Pənahov Fəqan, uzaq səfərlər kapitanı. 37 yaşım var, ailəliyəm. 15 ildir dənizçi sahəsindəyəm. Hal-hazırda offshore gəmilərində gəmi kapitanı vəzifəsində çalışıram. Başlayaq elə sizi dənizçiliyə gətirən yoldan. Necə oldu ki, dənizçi olmağa qərar verdiniz? Mən uşaqlıqdan dinamik, adrenalin sevən, həyəcan sevən bir uşaq olmuşam. Hətta yendiyə kimi yadımdadır. Uşaq vaxtı atam məni gəmiyə də aparmışdı 7 yaşım olanda. Həmin an gözümün qabağındadır ki, mən avtomatik olaraq gəmini idarə etmə postuna qalxmışdım. Yəni bizim dildə mostik də deyirlər. Ora qalxmışdım. Yəni avadanlıqları falan və qurdalamışdım. Yəni uşaqlıqdan həm də atamın danışdıqları gözümün qabağındaydı. Atam da dənizçidir, baş mexanik vəzifəsi. İndi hal-hazırda təqaüddədir. Onun danışdığı səyahətlərinə danışdığı məni maraq yaratmışdı. Adətən ailəsində dənizçi olanlar, daha çox atası dənizçi olan uşaqlar dənizçi olmaq istəmirlər. Bu peşədən qorxurlar və ya qaçırlar. Çünki atası müəyyən müddət uzaq qalır övladından. Siz necə oldu dənizçi olmağı seçdiniz? Dediyim kimi mənim öz şəxsi maraqlarım da, həm də ki atamın rolu ilə, atam dənizçi olduğuna görə məni bu sahəyə yönəltdi və mənim də şəxsi öz daxili dünyama uyğun gəldiyi üçün ixtisası seçdim. Peşman da deyiləm. Yəni çətinliklərimiz də olsa, müsbət cəhətlərimiz də var. Yəni maddi cəhətdən, ekonomik cəhətdən də yaxşıdır. Ona görə, yəni elə deyərəm ki, atamın rolu və özümün də daxili xasiyyətimlə seçdim bu yolu. 15 il dənizçilik həyatınız var və 15 il geriyə baxanda həmin müddətdə sizə sahildəki həyatınız sıxıcı gəlir, yoxsa hazır dənizdəki rejiminiz? Belə deyək, hər bir tərəfin öz yeri var. Həm dəniz, həm də sahil dedik. Yəni bu balanslı şəkildə, yəni iş də lazımdır, evdə olmaq da lazımdır. Hər bir həyat, o dənizçi həyatı yəni dedim, iki yerə bölünür. Həm quruda, həm suda. Yəni mən çalışıram həmin balansı tutum. Yəni tam düz dənizdə çox qaldıqda adam çox sıxılır, çünki o naqurskada, o mühitdə işləmək, o zaman adam qırağa baxanda çox sakit görsənir. Amma qırağın da öz çətinlikləri olur. Bəs akademiya, Azərbaycan Dövlət Dəniz Akademiyası sizin üçün sadəcə təhsil ocağı olub, yoxsa həyatınızda müəyyən belə də dəyişikliyə yol açıb? Çünki sahəniz nəzərə alsaq ki, dənizçilikdir və çox fərqli bir sahədir. Nə kimi bir dəyişiklik yaradıb sizdə? Yəni akademiya bizə tək təhsil ocağı yox, həm də həyat məktəbi oldu. Biz orada nizam, intizam öyrəndik. Dənizçilik elminin dərindən öyrənməyə çalışdıq, nəzəriyyəsini, yəni bizim alt bazamızı yaratdı. Hətta biz təcrübələrə gedirdik. Bu da bizi daha da həvəsləndirirdi. Hər yay, qış aylarını biz gəmilərə, təcrübələrə gedirdik. Yəni bu cəhətdən, yəni dənizçi kimi formalaşmamda, yəni akademiyanın belə deyək, mənim bütün bazamı yaratmağına o səbəb oldu. Akademiya illərində ən yadda qalan hadisə mi deyim və ya nə yaxşı ki, mən bu peşəni seçmişəm, dənizçi olmağa qərar vermişəm dediyiniz an nə oldu? Akademiya illərində təbii ki, 4 il ərzində çox anlarımız olub. Dostlarımızla, qrup yoldaşlarımızla. Belə şəxsi anlarımdan bir dəfə yelkənli qayıq üzrə yarışda iştirak elədim. Yunanistandan idmançılar gəlmişdi. Bizdən də akademiyadan bəzi tələbələr seçdilər. Onlardan biri də mən idim. Dəniz kənarı parkda, bulvarda, orada dənizdə biz idman yarışı keçirdik. Belə dostluq yarışı. O yerdə məsələn, yadımda qalıb, diplomla təltif olundum. Sonra bir dəfə də biz qış ayları, külək ayları idi. Qayıq sürməyə getmişdim. Nə qədər tələbə yoldaşlarımsa getmə, soyuqdur, küləkdir. Yenə də getdim. Amma başıma bir iş gəldi ki, külək o qədər güclü oldu ki, yelkən əlimdən çıxdı və qayığım aşdı. Həmin zamanda müəlliməm bizim belə bir əl oyunların sonra arxasında bizim debarkader adlanan bir bazamız var idi. Biz ora gedirdik. İdman dərslərinə, yelkən dərslərinə. Həmin anda tək idim, düşdüm suya, özümü itirmədim. Keçdim qayığın arxasından və ayaqlarım vasitəsilə üzə-üzə qayığı gətirdim qırağa. Yəni müəlliməm çox narahat olmuşdu. İndi tələbə, yəni məsuliyyət daşır o da, düzdür. Yəni şükür düzdür, su soyuq idi, amma hərəkət dayanmadım ki, yəni donma vəziyyəti ola bilər də, soyuq aylar idi. Soyuqqanlı olmağınız sizi xilas eləyib. Bəli, o bizim dənizçilərin demək olar ki, ən lazım xüsusiyyətlərindən biridir. O hər bir dənizçidə o soyuqqanlılıq, o ekstrem vəziyyətdə özünü itirməmək, panikaya düşməmək, bu xüsusiyyət yəni hər bir dənizçiyə lazımdır.
Baxın elə yelkənli qayıq məsələn, belə deyək də, küləklə birbaşa təmas deməkdir. Bəli. İndi məsələn nəhəng gəmilərin içində o yelkənli qayığın verdiyi adrenalini, azadlığı hiss eləyə bilirsiniz, yoxsa hələ də axtarırsınız o adrenalini? Yox, düzdür, elə deyil. Müasir gəmilərdə texnologiyalar var. Yəni texnologiyalarla işləyirik. Amma yelkənli gəmi təbiətlə üzbəyiz olursan. Təbiət və sən, yəni sən küləkdən asılısan, bir dənə vasitən var. Amma müasir gəmilərdə yəni dediyim kimi texnologiyalardır, ekipajdır, hamı biraz daha rahat olur. İndi də məsələn akademiyanın tələbələri xarici sularda təcrübədən keçirlər. Sizin belə deyək də təhsil aldığınız vaxtda beynəlxalq sulara çıxmaq daha çətin idi, yoxsa indi tələblər daha sərtdir? Təcrübə almaq üçün, yəni tələbə kimi elə bir şansımız yox idi beynəlxalq sularda. İndi inşallah belə bir vəziyyət yaranıb, şans verilir tələbələrə. Bununla bağlı dekanımız Elnur mənə məlumat verdi. Çox sevindim bununla bağlı. Mən də ona təklif elədim ki, əgər mümkün olsa, Fars körfəzində, offshore sahəsində də, yəni Saudi Aramco ərazisində olan gəmilərə də təcrübəsi göndərsələr, lap yaxşı olar. Mən də vasitəçi ola bilərəm, çalışaram, yəni öz işlədiyim şirkətlə danışıqlar apara bilərəm. Yəni lap mən olan gəmiyə gələrlər. Mən öz biliklərimi onlarla bölüşərəm, praktiki, həm nəzəri. Yəni istərdim o sahəyə də gəlsinlər. Çox sevindirici bir haldır. Hazırda tələbələrimizin beynəlxalq sularda təcrübədən keçməyi və tələbə olduqları bir müddətdə. Bunu düşünürəm ki, onlara dənizçilik həyatlarında daha çox şey qatır. Çox üstünlükdür bu. Yəni ki, mən çox sevindim də bu xəbər eşidəndə, çox maraqlı. Yəni biri var yalnız Xəzər daxilində olasan, biri var beynəlxalq sularda. Orada danışıq məsələn ingilis dilində olur. Eşidirlər onu. İş praktikası başqa cür olur. Yəni daha maraqlı olur onlara. Və real təcrübələri daha yaşayırlar. Başqa millətlərlə danışırlar. Məsəl üçün o mühiti görürlər, real mühiti görürlər təcrübə. O işə başlayanda onlara biraz rahat olacaq. Çünki o sahəni görüblər. Gənc dənizçilərlə bağlı demisiniz ki, onlar heç vaxt, yəni məsləhətiniz belədir ki, onlar sual verməkdə heç vaxt çəkinməsinlər. Bəli, mən şəxsən elə öyrənmişəm. Məsələn, gəmiyə gedirdim ilk vaxtlarımda. Özümün dəftərim oldu, indiyəkən mən dəftəri saxlamışam. Soruşurdum hər bir şey. Bu nədir? Bu nədir? Araşdırırdım, ya qeydlərimi aparırdım. Çünki o sənə gələcəkdə lazım olacaq. Mən çalışıram ki, yəni öz sahəm üzrə deyirsən, gəmi naviqasiyası, gəmi şturmanı deyək, gəmi idarəetmə postunda olan bütün avadanlıqların idarə etməsini bilməlidir. Onlarda hətta problemlər yaranır, onun problemi həll etməsini də həyatdan bilməlidir. Onların hər biri, misal üçün, manual kitablar olur da. Mən onların hamısını özümdə kopyasını saxlayıram telefonda. Çətinlik gedəndə açıram, tapıram. Yəni, çəkinməsinlər, öyrənsinlər, soruşsunlar, üzərlərində işləsinlər. Bir də ki, əgər beynəlxalq sulara açılmaq istəyirlərsə, bizim akademiya vaxtı ingilis müəllimimiz bizə deyirdi ki, hər biriniz işləyəcəksiniz. Hər birinizin çörəyin üzərində yağ olacaq. Yalnız ingilis də bilənlərin çörəyin ikra da olacaq. Zarafatla deyilir, amma həqiqətən də mənası var. Real, çünki beynəlxalq sularda işləyəndə, yəni maaş fərqi başqa cür olur. Xəzər daxilində, daxili sularda. Yəni ingilis dili hal-hazırda bizim işdə, yəni işçi dildir, beynəlxalq dildir, bütün yəni işlərimiz ingilis dili vacibdir. Yəni məsləhətim odur ki, tələbələrə nə qədər ki vaxtları var, təhsil müddətində ingilis dilini öyrənsinlər. Məsələn, tələbələrə məsləhət görürsünüz ki, heç vaxt sual vermədən çəkinməyin. Elə burada həm də deyə bilərik ki, öyrənməyin yaşı yoxdur. Təcrübə daha çox şey. Mən indiyənə kimi də öyrənirəm. Yəni biz işimizdə o qədər informasiya var, o qədər məlumat var ki, yəni sən hamısını birdən-birə bilə bilmərsən. Daima araşdırırsan, yəni qabağına çıxır, açıb kitabı oxuyursan, bilirsən, yadıva düşür. Yəni daima üzərində işləməlisən. Bunun istəyir 60 yaşlı dənizçi ol, amma hər şey dəyişir, texnologiyalar dəyişir, yeni avadanlıqlar gəlir, məsələn, onu idarə etməsini bilməlisən, belə-belə şeylər. Yəni daima oxusunlar, daima öyrənsinlər. Sizin bəs özünüzə belə deyək də, özünüzün verdiyi sual və tapa bilmədiyiniz cavabınız varmı öz həyatınızda və ya dənizçilik sahənizdə? Deyim ki, yox, elə bir şeylə qarşılaşmamışam, yəni ki, sual tapa bilməyim. Bütün suallarınıza cavab tapmısınız öz sahənizdə. Belə bu yerdə soruşmaq istəyirdim. Bayaq da qeyd elədiyiniz kimi ingilis dilini bilmək çox vacibdir dənizçilər üçün, xüsusilə də beynəlxalq sulara açılmaq istəyən dənizçilərə. Bundan əlavə bəs onlarda hansı bacarıq olmalıdır? Yəni ingilis dili şərtdir, amma bundan başqa hansı bacarıqlar olmalıdır? Öz sahələrini bilməlidirlər. Yəni mexanikdirsə öz mexaniki sahəsini, elektromexanikdirsə təbii ki, elektrik sahəsini və gəmi sürücüsüsə naviqasiyanı, yəni deyim ki, naviqasiyanın avadanlıqlarını idarə etməsini, yəni öz sahəsi üzrə də, yəni hamı öz sahəsi üzrə onları nəzəri biliyi olmalıdır. Və nəzəri biliyi praktikada istifadə etməlidir. Yəni istifadə etsinlər, qorxmasınlar. Məsələn, elə vaxtlar olub ki, insan radionu alıb əlvə danışmağa çəkinirdin təzə vaxtlarda.
Məsələn, amma gərək qorxmayasan, götürərsən, danışasan. Yox, özünü məsələn, biliyi yoxlayasan praktikada. Yoxlamasan o da yaddan çıxacaq. Plus da ki, bayaq dediyim kimi soyuqqanlılıq. Mütləq. Yəni bu onlarda olmalıdır. Panik vəziyyətlərdə özlərini itirməsinlər, ekstrem vəziyyətlərdə özlərini itirməsinlər, soyuqqanlı olsunlar. Yəni əsasən öz sahələrini kifayət qədər yaxşı Bəli, bilməkləri. bilməlidirlər də, bəli. Düşünürəm ki, onlar üçün çox Çünki yaxşı bizdə olacaq. informasiya çoxdur, məlumat çoxdur, konvensiyalar, sənədlər, yəni çox məlumat var. Ona görə yəni mümkün qədər öz sahələrini yaxşı bilsinlər. Siz beynəlxalq sularda Azərbaycanı təmsil edirsiniz. Azərbaycanlı bir dənizçi kapitan olaraq, oradakı xarici həmkarlarınız üçün Azərbaycan dənizçisi obrazı sizin simanızda sizcə necə görünür? Mənim simamda çox yaxşı görünür. Bizim dənizçilər məsələn işgüzardılar, birinci üstünlükləri. Yəni işdən qorxmurlar bizim dənizçilər. Sonra xeyirxahdılar. Həm də yəni insanlarla pis rəftar eləmirlər. Məsələn mən orada görürəm də bəzi millətlər var məsəl üçün işçini incidir. Yəni bizim millətlərdə mən yəni bəlkə də var, amma mən qarşılaşmamışam. Mən şəxsən özüm şirkətin HR-ı ilə görüşəndə, məsəl üçün mən getmişdim şirkətdəki bütün dənizçilərin problemlərini deməyə. Həmin söhbət əsnasının sonunda mənə dedi ki, mən Azərbaycanlı dənizçiləri çox xoşlayıram. Xahiş edirəm mənə Azərbaycanlı dənizçilər gətir. Yəni bu mənə fəxr idi ki, yəni mən sevindim ki, Azərbaycan dənizçiləri bizim şirkətdə hörməti çoxdur. Hətta məndən xahiş edir ki, nə qədər Azərbaycan dənizçisi varsa gəlsin. Yəni bunlar bizim dənizçilərin göstərdiyi işinləndir, dediyim kimi qorxmazlığıdır. Bir də var ki, bizim dənizçilər çox qorxmazdılar həm də. Cəsarətlidirlər. Bəli, cəsarətlidirlər, qorxmazdılar. Yəni, o da böyük üstünlükdür. Və nə xoş bizə ki, orada Azərbaycanlıları çox sevirlər. Onlara qarşı münasibət çox yaxşıdır. Dənizdə təhlükəli anlar çox olur. Belə vəziyyətlərdə, məsələn, sizin başınıza gəlibsə necə qərar vermisiniz və ya ümumiyyətlə yaşadığınız təhlükəli anlardan, riskli vəziyyətlərdən nələr deyə bilərsiniz bizə? Ümumiyyətlə dənizçilik sahəsində bütün qanunlar qanla yazılıb demək olar ki. Hadisələr olub, onu araşdırıblar, onun qarşısını almaq üçün qanunlar çıxardıblar. Yəni gəmidə hadisə insan faktorundan da olur və ya da texniki tərəfdən. Misal üçün, biri texniki tərəfdən mənim öz başıma gəlib. 2013-cü ildə ikinci köməkçi idim. Axşam vaxtı platforma yanında yük əməliyyatı edirdik. Birdən-birə kapitan idarəetməni itirdi. Və mən gördüm ki, gəmi platformanın içərisinə doğru hərəkət edir. Çox az sürətdə. Mən maşın şöbəsinə zəng elədim və dedim ki, vəziyyət nədir? Bizdə idarəetmə işləmir burada. O dedi ki, bizdə normaldır hər bir göstərici. Mən ani bir qərar verdim. Özümdən asılı olmadı. Dedim ki, komandirə idarəetmə postunu önə keçirdək. Və mən qaçdım ön posta və idarəetməni götürdüm və tam sürət irəli verdim. Və yenidən kapitanı göndərdim irəliyə ki, sən get ora, mən arxadan nəzarət edəcəm. Və gəmimiz riqin altından çıxanda onun ayağına toxunmağa çox az qalmışdı. Mən yenə kapitana dedim, o kursunu dəyişdi və təhlükəsi çıxdı oradan. Yəni burada sonunda məlum oldu ki, burada bir texniki məsələdir, elektroçip yanmışdı. Şirkət də mənə təşəkkür məktubu verdi bu hadisədən sonra ki, yəni belə bir hadisədən, vəziyyətdən çıxdı. Çünki biz o riqə dəysəydik, çox böyük bir fəlakət ola bilərdi. Yəni bu anda mənim sadəcə təcrübəm də çox deyildi. Dediyim kimi Fars körfəzində ikinci kontraktım idi. Yəni çox təcrübəm də yox. Sadəcə soyuqqanlılıq, ani düzgün qərar vermək həyatımızı xilas elədi. Yəni ona görə deyim ki, o soyuqqanlılıq olmalıdır hər bir dənizçidə. Bəlkə məndə indi necə deyim, təbiətimdə olub belə bir şey. Mən də bilmirəm. Məndə məsələn real qıraqda da olub, hadisə olub, başıma gəlib. Həmin anda özümü itirməmişəm. Hərəkət eləmişəm, amma sonradan ayılandan sonra görürəm ki, mən nələr eləmişəm. Məsələn, panik vəziyyətdə özümü itirməmişəm. Ondan sonra sakitləşəndə görürəm ki, amma nələr eləmişəm. O dənizdə də mən özünü göstərir ki, neçə dəfə başıma hadisələr gəlib. Məsəl üçün, həmin anda özümü itirmədim, qərarımı verdim, işimizi həll elədim, təhlükəli vəziyyətdən sovrulduq. Yəni soyuqqanlılığınız öz sözünü deyir. Soyuqqanlılıq bəli, lazım olur. Və demək olar ki, bütün vəziyyətlərdə. Bir dəfə də olub, ərəb matros idi. Axşam radələndə qida alırdıq digər gəmidən. Bu matros birdən gəldi ki, bəs ağrıyır daxili. Amma ingilis zəif olduğuna görə biz digər ərəbdən kömək aldım. Tərcümə elədik. Axır dedi ki, mən öləcəm. Niyə, səbəb nədir? Sən demə, bu əməliyyat keçirdi, mədə kiçiltmə. Bunun ağrısı var mı? Bilinmirdi nə ağrı. Mən kapitan dedim ki, komandir, bəs bunu biz evakuasiya etməliyik. Bu şəxs deyir ki, mən ağrıyıram. Komandir biraz soyuq yanaşdı məsələyə. Dedi ki, bəlkə yalan deyir.
Gəmi axtardıq, gəmi olmadı, axşam radələri idi. Yəni biz də dənizin ortasındaydıq. Mən qərar aldım ki, tamam biz bunu helikopterlə evakuasiya etməliyik. Bu qərarı vermək lazımdır. Və təkidlə durdum üzərində və etdik. Həmin matrosu biz helikopterlə göndərdik sahilə və sonradan gələn həkim raportuna əsasən məlum olub ki, əgər 1 saat da geciksəydi, daxili qanaxmadan ölə bilərdi. Yəni ki, mənim təkidim olmasaydı, bəlkə də o matros həyatını itirəcəkdi. Ondan sonra yedim ki, kapitan yenə mənə təşəkkür elədi ki, təkid elədim bu məsələdə. Anında verdiyiniz düzgün qərarlar. Yəni, əgər bunun üçün qanunlar var da, yəni ki, biz onu etməli idik. Əgər qanun sənə deyir ki, kimsə belə bir vəziyyətə düşübsə, sən bunun üçün qaydalar var. Sən onu əməl etməlisən. Etmədinsə, məsuliyyəti özün daşıyırsan. Sən onu etməlisən. Ondan sonra hadisə nə baş verirsə, bu bizim məsuliyyətimizdə deyil. Hadisə də olacaq. Amma bizim üçün bunun üçün qaydalar var. Biz onun üçün medical evacuation deyirik. Məsələn, həmimizdə mən onu evakuasiya etməsəydim, dediyim kimi, o həyatını itirə bilərdi. Soyuqqanlı olmusunuz və yenə də anında düzgün qərar vermisiniz. Bəli, yəni dənizçilər komandir heyətinin əsasən də, yəni qərarından çox şey asılıdır. Sənin qərarınla nə qədər insan həyatını xilas edə bilərsən, nə qədər insan həyatına son da qoya bilərsən. Ümumiyyətlə, mən işçilərimlə də işləyəndə, misal üçün, mən özümü hamıdan ağıllı göstərmək xoşlamıram. Yəni, elə bir şey olar ki, mən bilməyim, mənim köməkçim bilsin. Mən onu dinləyirəm. Deyirəm, misal üçün, lap mənim bosmanım olsun. Gəlirik, nəsənsə bir iş var, bunu necə həll edə bilir? Bosman deyir ki, mənə bir komandir, belə bir ideyam var, bunu belə edə. Dedim, yaxşı, ideyam var, buyur elə. Nəticəyə baxaq. Yəni, mən dinləyirəm. Hamıya şans verirəm ki, yəni, öz fikrini bildirsin, öz şəxsi təcrübəsini göstərsin. Yəni, mən özümü hamıdan ağıllı göstərmək, o düzgün şey deyil. Bütün fikirləri komandir olsan belə, bəli, fikirləri açıq olmalısan, müzakirə aparmalısan. Bir yerdə, misal üçün, nəsə bir iş varsa, qərar alırıq. Bəs ağıl ağıldan üstündür deyirlər. Əlbəttə. Misal üçün, ola bilər ki, mən həyatımda rastlaşmamışam bu işlə, o rastlaşıb və həllini qoyub praktik olaraq bilir. Və niyə görə də onu eləməyək? Mən özümü, egomu göstərim, yox, mən komandirəm, onu eləm, mən dediyim elə yanlışa doğru elə, bu da düzgün deyil. Yəni ki, bizim işdə çalışmalarla maksimum professional olmaq lazımdır. Öz şəxsi xasiyyətini sahildə saxlamalısan. Qıraqda, dostlarından, ailəndən, amma işində şəxsi xasiyyətini qatma. Qatdınsa, bil ki, gəmidə problemlər yaranacaq. Elə elektron çipin yanması ilə bağlı, məsələn, bu bir elektron çipin yanması bir gəminin fəlakətinə səbəb ola bilərdi. Hazırda dənizdə texnologiyadan bu qədər asılı olmaq bir kapitan olaraq sizi qorxutmur? Düzdür, riskləri çoxdur. Yəni texnologiyadan asılıyıq, amma həmişə plan B-ni düşünürük biz. Yəni bu situasiyada, bu iş vaxtı biz itirsək idarə etməni nə etməliyik? Həmişə, yəni biz çalışırıq beynimizdə plan B-ni çizək. Yəni bilək ki, hazırlıqlı olaq. Yəni nəsə olanda, olub da hadisə olub, başıma gəlib durduğumuz yerdə idarə etməni itirmişik, amma mən özümü itirmədim. Digər mühərriklə aralandım. Məsələn, bizdə 2 mühərrik olur da. Məsəl üçün, platformadan aralandım, itirmədim təmkinlə, sakit, belə-belə. Yəni tam asılı da olmaq düzgün deyil, amma fakt odur ki, yəni biz o texnologiyalarla, yəni gəmi müasir avadanlıqlarla idarə edirik. O əvvəlki yelkən dövrü bitib də, yəni o dövr gedib. Amma yenə də həmişə plan B olmalıdır. Hazırlıqlı olmalısınız. Hər bir halda bütün təhlükələrə, bəli, risklərə hazırlıqlı olmaq lazımdır ki, hər an ola bilər. Bildiyim qədərilə dənizdəki canlılarla da aranız yaxşıdır və müəyyən hadisələr yaşamısınız. Bir neçəsini bizim üçün danışa bilərsiniz? Bizim işimizin gözəl cəhətlərindən biri təbiət neçisi olmağımızdır. Dəniz heyvanlarından misal üçün, mən delfini çox sevirəm. Bir dəfə başıma gəlib, baş köməkçi idim, bizim sürət qayığımız var, onu həm xilas etmədə istifadə edirik. Onu düşürmüşdük suya, test edirdik və suda mən su tısbağası gördüm, ona belinə plastik halqa keçmişdi. Və o halqa ilə böyümüşdü o. Onun belini çox kəsirdi də demək olar ki. Yəqin kiçik vaxtlarına içərinə girib. Mən onu kəsdim, həmin tısbağanı buraxdım. Və bu da onu göstərir ki, dənizləri çirkləndirmək olmaz. Orada canlılar var. Yəni, biz adicə atdığımız bir plastik hansısa bir canlıları öldürür. Yəni, ona görə mümkün qədər dənizlərimizi təmiz saxlamalıyıq. Biri budur. Bir də sonra qatil balinalar görmüşdüm. Anası və balası. Mən açıq dənizdə gedirdim. Birdən onlar mənim gəminin altına daxil oldular. Mən narahat oldum ki, onun balası bizim pərəkli işər. Yaralana bilər. Mən həmin an gəminin trayektoriyasını dəyişdim ki, ondan yan qaçsın pərimiz. Və şu anda gördüm ki, qıraqdan çıxdılar, yenə getdilər. Sonra bir dəfə də açıq dənizdə ovçu şahin tutmuşduq. Gəminin qabaq hissəsinə qonmuşdu, sakit durdu. Matrosu göndərdim, onu xüsusi bizə əlcəklər var. Ondan tutdu, gətirdi.
qida, su verdi, içmədi, sonra azadlığa buraxdıq. Belə hadisələr də olub. Yəni canlılarla aranız çox yaxşıdır və onlara qarşı Bəli. reaksiyalarınız da çox yaxşıdır ki, düşünürəm ki, olmalı olanları edirsiniz. Bəli, mən heyvanları sevirəm. Bəli. Kapitanlar bu yerdə soruşmaq istəyirəm, gəminin hakimidir yoxsa dənizlərin? Kapitanlar gəmini idarə edir. Dənizin hakimi ola bilməz. Yəni ki, biz dənizin, necə deyirlər, dənizdən asılıyıq. Dənizin dalğasıdır, küləyidir, axıntılarıdır. Sadəcə ondan biz, necə deyək, daima mübarizədəyik gəmi olaraq. Yəni biz çalışırıq ki, dənizdə bir punktdan digər punkta gəmimizi təhlükəsiz və heyətimizi çatdıraq. Bəs təbiətə müdaxilə etmək və ya canlılara bu qədər kömək eləmək, bu da məncə bir növ təbiətə müdaxilə etməkdir. Hətta siz yolunuzu belə dəyişirsiniz canlılara zərər gəlməsin deyə. Özünüzü necə hiss edirsiniz belə anlarda? Mən özümü yaxşı hiss edirəm. Mənəvi rahatlıq tapıram elə bil. Necə deyim, mən yaxşılıq edəndə elə bir rahatlıq tapıram özümdə. O da onun kimi bir şeydir. Səudiyyə Ərəbistana qayıdaq, gələk sizin hazırki iş yerinizə. Bəli. Səudiyyə Ərəbistanda Fars körfəzində offshor sahəsində çalışırsınız. Bayaq da qeyd etdiyimiz kimi, oradakı dəniz qanunları və mühit belə deyək, hazırda bizdə, bizim ölkəmizdə, ümumiyyətlə bizim sularla müqayisədə nə qədər çətindir və ya yaxşıdır? Mən bizim daxili sularda çox işləməmişəm, yəni offshor sahəsində, yəni çox da bələd deyiləm. Amma düzdür, buranın da öz nizam-intizamı var, öz qaydaları var. Oranın da özü var. Yəni hərəsi öz mühitinə uyğun öz qayda qanunu yaradıbdır. Mən deyə bilmərəm, bura asandır, ora çətindir. Amma belə ümumi baxanda, yəni eşitdiklərimiz, bildiklərimizdən bizim bölgənin həm hava şəraiti ağırdır, həm də iş prosesi. Orada daima iş var, daima risklərlə üzbəyiz olursan, təhlükələr yaranır. Aramconun özünün, Saudi Aramco özünün daxili qaydaları ağırdır. Yəni onları, yəni o tələbləri yerinə yetirmək üçün təcrübən olmalıdır. Daima çalışmalısan. Yəni orada tənbəlliyə yer yoxdur. Yəni hər hansı bir işdə tənbəllik etdin, vaxtında etmədinsə problem yaşayırsan. Ona görə daima orada nizam-intizamlı olmalısan. İşi vaxtında etməlisən. Çünki dediyim kimi tələbləri çoxdur. Təmizlik sahəsindən tutmuş, yəni bütün incəliklərə görə. Hə, yəni gigiyenaya çox nəzarət edirlər, təhlükəsizlik məsələləridir, sənədləşmə məsələləridir. Yəni orada necə deyim, daimi nizam-intizamla işləməlisən. Elə Fars körfəzində bir Azərbaycanlı kapitan olaraq sizin üçün ən çətin imtahan nə olub? Ən çətin imtahan deyim ki, bu ekstremal vəziyyətlərdə qərar vermək. Yəni bu demək olar ki, sənin illər boyu yığdığın imtahanıdır. Sən həmin anda göstərməlisən. Nə bilirsən, nələr öyrənmisən, yəni ki, sənin o dənizçilik qabiliyyətini göstərir. Demək olar ki, o. Yəni o ekstremal vəziyyətlərdə, təhlükəli vəziyyətlərdə qərar verməyim və gəmini həmin vəziyyətdən çıxartmağım. Amma bu imtahandan uğurla keçirsiniz. Şükür Allaha ki, hələ ki keçmişik, bəli. Və düşünürəm ki, keçəcəksiniz də, çünki illərin təcrübəsi bütün ekstremal vəziyyətlərdə sözünü deyib. Saudi Aramco kimi nəhəng bir belə deyək də şirkətlə işləyirsiniz. Məsələn, hazırda bizdə təhsil alan tələbələr əgər ora gəlmək istəyirlərsə, ingilis dilindən başqa bayaq da qeyd elədik. Onlarda sırf Saudi Aramco üçün hansı qabiliyyətlər, bacarıqlar olmalıdır? Oranın qaydalarını bilməlidirlər. Məsəl üçün, oranın regionun daxili qaydaları var, dediyim kimi, dənizçilik qaydaları var, sənədləri var. Onlarla tanış olmalıdırlar. Məsəl üçün, şəxsən mən kimsə bizim regiona gəlmək istəyəndə, gənc dənizçilərdən, mən onları həmin sənədlərlə tanış edirəm. Yəni bu iş prosesi nədir, necədir? Yəni ümumi anlayış alınandan sonra əgər onun necə deyək, nəzəri bazası da varsa, orada işləyəcək. Yəni orada da mən də məsələn ora gedəndə hər şeyi bilmirdim. O da elə olacaq. Məsələn, gələcək sadəcə çalışmaq lazımdır. Əgər qorxmaz olsa, yəni ki, üzərində çalışsa, geri çəkilməsə, təslim olmasa işləyəcək. Amma ki, ilk çətinlikdən təslim olsa ki, yox, mən bacarmıram, şey eləyə bilmirəm, davam edə bilmirəm, bura çətindir, havası, işi, misal üçün də belə şeylərdə onda təbii ki, alınmayacaq. Yəni biraz çətin şəraitə dözümlü olaraq. Dözümlü, amma onun da belə deyək ki, niyə görə Saudi Aramco'da həm çox adam gəlir? Oranın yəni maaşları, misal üçün digər regionlara baxanda yaxşıdır. Yəni onlar o əziyyətin qarşılığını az çox yəni verirlər. Yəni ona görə də o biraz yəni dözsə bəhrəsini görəcək, belə deyək. Gəmidə təkcə özünüz yox, Azərbaycanı təmsil edirsiniz fikriniz var sizin. Bəli. Mən bu fikirlə çox razıyam. Təkcə gəmidə yox, ümumiyyətlə biz harda oluruqsa oluruq, Azərbaycanı təmsil edirik
və buna uyğun davranmalıyıq. Bəli. Dənizdə bu fikir özünü necə göstərir? Mən ona görə bu fikrin üzərində dururam ki, biz misal üçün sən dənizçi ola bilərsən, Azərbaycanlısan, hər hansı bir hərəkət edirsən və pis hərəkət edirsən. Orada deyəndə demirlər, misal üçün ad çəkmirlər ki, misal üçün Asif belə etdi. Deyirlər Azərbaycanlı Dənizçi Asif kapitan və yaxud Azərbaycan dənizçi bunu etdi. Sən istər-istəməz şirkətdə Azərbaycanlı dənizçilər haqqında fikir formalaşdırırsan. Ki, bunun misal üçün də kapitanı belə bir pis hərəkət etsə, digər kapitanları necə olacaq? Və yaxud da bir mexaniki belə hərəkət etsə, digər mexaniklər necə olacaq? Ona görə də orada məsələn beynəlxalq sularda işləyən, yəni gənclərimizə məsələn məsləhət görərdim təzə dənizçilərimizə ki, həmişə fərdi düşünməsin. Orada özlərini Azərbaycanlı kimi göstərirlər onlar. Yəni ki, Azərbaycanı təmsil edirlər. İstəsə də, istəməsə də. Yəni ona görə də biz yəni işlərində ehtiyatlı olsunlar, davranışlarında ehtiyatlı olsunlar. Onlar tək bir nəfəri yox, demək olar ki, Azərbaycan dənizçiləri təmsil edirlər. Mən sizlə tamamilə razıyam. Təkcə dənizdə yox, demək olar hər yerdə bizim bütün xaricdə yaşayan və Azərbaycanı orada təmsil edən vətəndaşlarımız çalışmalıdırlar ki, xalqımızın, vətənimizin adına uyğun davransınlar və hər zaman yaxşı nailiyyətlərlə xatırlansın bizim Azərbaycanımız. Bəli. Sizin üçün ekipajın təhlükəsizliyi nə deməkdir və bu məsuliyyəti necə idarə edirsiniz? Bu bir prioritet məsələsidir. Yəni bu bizim ən vacib məsələlərimizdən birimizdir ki, yəni bu heyətin, gəminin təhlükəsizliyi. Birinci olaraq heyət, çünki bu insandır, bu həyatını geri qaytarmaq olmaz. Bəli. Amma dəmir parçasıdır, qırılacaq, dağılacaq, onu düzəldəcəklər. Yəni insan faktoru. Bunun üçün biz yəni daima təlimlər eləyirik, mitinqlər edirik, yəni təhlükələrə hazırlaşdırırıq, yəni ki, falan təhlükələr ola bilər. Bunun üçün bunu etmək lazımdır, təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Yəni adi bir şeydən problem yarana bilər. Sadəcə olaraq şarja taxdığımız adapterdən belə problem yaranır gəmilərdə. Yanğın hadisələri olur. Yəni deyirsən ki, power bankdır misal üçün. Olmaz misal üçün. Onun üçün bizim qaydalarımız, təhlükəsizlik qaydalarımız. Biz yoxlanışlar edirik. Dənizçilərin yaşadığı yerləri yoxlayırıq, onların gigiyenasına nəzarət edirik. Çünki gəmidə xəstəlik tapanda çətindir. Biz quruda deyilik ki, bu gün xəstələndim, gedirəm həkimə. Hərdən olur ki, bir dəniz hava şəraitinə düşə bilərsən, o qızdırmalı olar gəmidə, misal üçün biz müdaxilə edə bilmərik, qalar dənizdə, misal üçün. Ona görə də hər şeylərinə fikir veririk. Həm gigiyenasına, həm təhlükəsizliyinə, qidalanmasına. Çünki qidalanma böyük faktordur. Zəhərlənə bilər. Biz qidaların təmizliyinə, yəni onların bitmə vaxtlarına fikir veririk, yəni keyfiyyətinə çox fikir veririk. Dediyim kimi gigiyenik təmizliyinə fikir veririk ki, xəstələnməsin heyət. Yəni bunlar hamısı nəzarətdə olur. Yəni ki, heyətin təhlükəsizliyinə görə. Yəni demək olar bütün detallara, bütün incəliklərə qədər enirsiniz və hamısına da yüksək səviyyədə nəzarət edirsiniz. Peşənizin çətin tərəflərindən biri də ailənizdən uzaq qalmağınızdır. Bəli. Demək olar bütün dənizçilərin ən belə problem yaşadığı hissə deyə bilərəm və ya peşələri ilə ailələrin arasında qaldığı hissə deyə bilərəm. Siz bu məsələni necə tənzimləyirsiniz? Çətindir, bəli, hər bir dənizçi çətindir ailəsindən uzaq qalmaq. Çalışırıq biz balanslı şəkildə olsun hər şey. İndi müasir texnologiya vasitəsilə, zənglərlə danışırıq. Yəni əvvəlki dənizçilərə baxan o əvvəl lap çox çətin olub. Məsəl üçün belə vasitələr olmayıb. Hansısa porta gedəndə zəng ediblər, məsəl üçün belə məktub göndəriblər hətta bezlərinə gedəndə, qədimə gedəndə. İndi biraz müasir texnoloji vasitələr köməyimizə çatır bununla bağlı. Amma yenə də asan deyil. Aylarla övladın, ailə və yoldaşını görmürsən. Evdə olan çətinliklərdə iştirak edə bilmirsən, kömək edə bilmirsən. Bu da düşür bizim yoldaşlarımızın üzərinə. Onlar bu çətinliklərlə məsəl üçün üzbəüz qalırlar. Ona görə dənizçi yoldaşı olmaq da asan bir şey deyil. Dənizçinin yoldaşı olmaq da elə demək olar ki, dənizçinin necə deyim, sahədə olan bir versiyasıdır. O da güclü olmalıdır ki, o evi, o uşaqları tək başına məsəl üçün evdə yoldaşın olmadan idarə etsin, bütün çətinlikləri demək olar ki, özü həll etsin. Yəni belə bir çətinliyimiz var. Bizim evimizdə məsəl üçün sakitlik, huzur olanda bizə dənizdə hər şey rahat gəlir. İşimizi rahat görə bilirik. Ailəmizdə bir çətinlik yaran, sıxıntı olanda, yəni dənizçi dənizdə işinə fokuslana bilmir, problemlər yaşayırıq, özümüzdə psixoloji, işimizdə də təsir edir bu. Yəni ailəsində huzur, sakitlik olmaq çox vacibdir. Sizdən soruşmaq istəyirəm. Gənc dənizçilərə akademiyanın hazırki tələbələrindən, xüsusilə kapitan olmaq istəyən tələbələrə nə məsləhət verərsiniz? Birinci məsləhət nədir? Pis vərdişlərdən uzaq olsunlar. Çünki bu pis vərdişlər gələcəkdə dənizdə onlara problem də yaradır. Məsəl üçün mən siqaret çəkmirəm, alkoqol içmirəm.
Yəni çalışıram həmişə sağlam həyat tərzi sürüm. Bu işdə də özünü göstərir. Məsələn, dənizdə olursan, dənizin ortasıdır. Sən onun həmin pis vərdişlərdən uzaqsan, o bitir. Qalırsan pis vəziyyətdə. O işin yadından çıxır, fokuslanırsan həmin şeyə. Sağlamlıq problemləri yaradır. Məsələn, bu cəhətdən pis vərdişlərdən uzaq olsunlar. Nizam intizamlı olsunlar. Çünki bizim işimizdə nizam intizam çox vacibdir. Yəni nizam intizamsız olanda o sənin işinə 100% təsir edəcək. Yəni işin də alınmayacaq, kollektivdə də problemlərin olacaq, komandir heyətinin də problemlərin olacaq. Nizam intizamlı olsunlar. Dediyim kimi üzərlərində çalışsınlar. Öyrənməkdən çəkinməsinlər, utanmasınlar, soruşsunlar, öyrənsinlər, qeydlərini aparsınlar. Dil cəhətdən dediyim kimi ingilis dilini öyrənsinlər. Əsasən də işçi dili bizə yəni ki, ingilis dili olduğuna görə çox vacibdir. Təşəkkür edirəm Fəqan bəy. Çox maraqlı söhbət oldu. Çox sağ olun, minnətdaram. Mən də ki, dəvət etdiniz, dənizçilərə diqqət ayırdınız. Çox sağ olun. Bizi dənizin dərinliklərinə və kapitan körpüsünə apardığınıza görə çox təşəkkür edirəm. Növbəti bölümlərdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.